Bismillahirrahmanirrahim. İnnel hamdelellahi nahmeduhu ve nestainuhu ve nestağfiruhu ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille lehu ve men yudlil fela hadiye lehu ve eşhedü en la ilahe illallah vahdehu la şerike lehu ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Allahumme salli ala Muhammedin ve ala ali Muhammedin kema sallaita ala İbrahim ve ala ali İbrahim inneke Hamidun Mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim fil alamin inneke Hamidun Mecid. Peyğəmbər sallallahu aleyhi və səlləmin tərcümə halında olan səhih rivayətlərimizdə olan dərslərimiz davam edir. Keçən dəfə Peyğəmbər sallallahu aleyhi və səlləmin süt anasından, süt qız bacılarından bəhs etdik. Bildiyimiz ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Bəni Sə'd ibn Bəkir qəbiləsindən süt analıq eləyən Həlimə binti Əbi Zəib adlı birisi olur. Peyğəmbər sallallahu aleyhi və səlləm ondan süt qəbul etmiş və o da Peyğəmbər sallallahu aleyhi və səlləmin süt anası olmuşdur. Və eyni yaşda olan Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər Abdullah ibn Haris adlı bir kimsə də Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər süt qardaşı olmuşdur. Dediyimiz kimi Peyğəmbər sallallahu aleyhi və səlləmin 7 dənə süt qardaşı vardır. Burada da sonra biz Peyğəmbər sallallahu aleyhi və səlləmin köksünün yarılıb, oradan qəlbinin çıxardılıb, onu Cəbrail aleyhissalamın gətirdiyi zəmzəm suyuyla, yəni Cəbrail aleyhissalamın onu zəmzəm suyuyla yuyulub, yenidən köksünə qoyulub bağlandığı rəvayəti də oxuduq. Bu həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatında baş vermiş hadisələrdən ən yadda qalan və mühüm hadisələrdən biri idi. Burada qalmışıq deyir. Vel məqsud enne berekete aleyhi salatu vesselam halafil Halimeti ve Sa'diye ve ehliha ve huve sagir. Burada Peyğəmbər sallallahu aleyhi və səlləmin dediyimiz kimi əvvəl demişdik ki, Peyğəmbərimizin aleyhi salatu vesselam birinci o köksünü yaldığı zaman uşaqlar süt anası Həliməyə deyildi ki, belə bir hadisə baş verib. Onu ilk anasının yanına apardıqda, yəni öz anasının yanına apardıqda dedi ki, yəni narahat olma. Bu uşaq yəni həm bərəkətlidir, həm də özü ilə bərabər bərəkətli olur. Burada həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin bərəkəti həm özü ilə yanaşı, həm də Həlimə Əs-Sə'diyyəni əhatə etmişdir. Bu elə Peyğəmbərimizin Allahın salamı və salavatı üzərinə olsun uşaqlığında baş vermişdir. Gör böyüyəndə nə qədər Peyğəmbərimizin bərəkəti olacaqdır və olmuşdur. ثم عادت على هوازن بكمالها فواضله حين أسرهم بعد وقعتهم. Bundan sonra Həlimə Sə'diyyə Peyğəmbər sallallahu aleyhi və səlləmin hələ uşaq vaxtlarında o Həvazin qəbiləsinə ora qayıdır. Sonra orada bir döyüş baş verir. Burada buna Vaqatul Həvazin deyilir. Yəni Həvazin Məkkənin adıdır. Orada onlar Məkkənin fəthindən 2 ay sonra belə bir döyüş baş verir. Bu zaman Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin süt anası da orada əsirlərin içərisində olur. Bundan sonra burada böyük mövzu var. فَمَتُّ إِلَيْهِ بِرِضَاعِهِ فَاَعْتَقَهُمْ. Bundan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm onları əsir götürdükdən sonra öz əsirlərini qurtarmaq üçün onlar Peyğəmbərimizin süt anasını onlara yəni şəfaatçi kimi gətirirlər. Ki bax bu falan ki sənin süt anan olub, bunlar üçün rəhmin gəlsin, bizləri əsirlikdən çıxart. Və Peyğəmbər sallallahu aleyhi və səlləm təhunnu aleyhim və əhsənə iləyhim. Peyğəmbər sallallahu aleyhi və səlləm onlara rəhmi gəlir, onlara ihsan edir. Peyğəmbər sallallahu aleyhi və səlləm də yəni öz mərhəmətini, öz rəhmətini Allah təala deyir ki, kənə raufan rahimən adını burada bir daha təcəllisini zahir etmişdir. Kəmə səyəti mufassalan fi mavdu'i inşallah. Yəni bu mövzuda yerində ayrıntılı ilə gələcəkdir. Qal Muhammed ibn İshaq fi vaq'a Həvazin. Bu ma'lufun bi Gazvət Huneyn. El-Həvazin yerin adı. Orada Gazvət Huneyn döyüşü bəhs edilir. Bu Şəvval ayının 15-də Hicri təqvimi 8-ci baş vermiş
Məkkəlilərlə Məkkədən, yəni Məkkənin fəthindən 2 ay sonra baş vermiş bir döyüşdür. Burada Həvazin fi Məkkə beynə qatilə Həvazin və Səqif adlı qəbilələr burada döyüşü həyata keçirmişdir. Bu zamanda bunun da sonu müsəlmanların intisarı ilə, yəni qələbəsi ilə sonlanmışdır. Burada çox yüzlərlə, minlərlə hətta əsirlər götürülmüşdür. Çox sayda qənimətlər də əldə edilmişdir. Bu rəvayət edir ki, burada qal Muhammed ibn İshaq fi vaqati Həvazin baş verdiyi dönəmlərdə an Amr ibn Şuayb an abihi an ceddihi qala kunna ma'a Rasulullah sallallahu aleyhi ve sellem bi Huneyn. Bizlər Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər Huneyndə idik. Fələmmə asaba min amwalihim və səbayahum biz onların bu Huneyn Məkkə ilə Taif arasındakı bir yerin adıdır. Məkkə ilə Taif arasındakı bir yerin adıdır. Aydındır. Taif də belə gün doğan tərəfdədir. Bu zaman o döyüşdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm çox sayda mallar, mal-mülk və əsirlər əldə edirlər. Ədraqəhu vafdun Həvazin bil-Cu'raniyə və qad əsləmu fəqalu. Bu zaman Həvazindən bir toplum Cu'raniyə deyən yerdə artıq İslamı qəbul edirlər. Gəlib Peyğəmbərimizin vafdidə, Əl-Həvazin bir vafdi, bir cəmaat gəlirlər. Yəni artıq İslamı qəbul etmişlər Cu'raniyə adlanan yerdə. Deyirlər ki, ya Rasulallah, Peyğəmbərimizə xitab edirlər. İnnə əhlə və əşirə. Bizdə dedik ki, ailəmiz və əşirətimiz var. Və qad əsabənə min bəla'i mə ləm yəxfə aleyk. Bizə sənə gizli qalmayan çox sayda bəlalar baş vermişdir. Yəni sənə gizli deyil bizim başımıza gələn hadisələr. Fənnun aleynə mənnallahu aleyk. Bizə lütf et, Allah da sənə lütf etsin. Və qamə xatibuhum Züheyr ibn Surat fəqalə. Bunların xətibi, danışanı qalxaraq Peyğəmbərimizə xitab edir. Peyğəmbərimizə xitab edir. Bu Həvazinin başçılarından idi. Və həmçinin bu başda gedən şairlərdən idi. Yəni tanınan, yəni müsəlmanlara qarşı döyüşən kimsələrdən olub. Yevm-i Huneyn hadisəsində. Və qalxaraq Peyğəmbərimizə deyir ki, ya Rasulullah, innəmə fi xatairi minəs-səbəyə xalatuka və havadinuka ləi kunnə yekfulnək. Deyir ki, sənin götürdüyün əsirlər içərisində həm sənin xalaların, həm sənin mürəbbiyələrin vardır. Hansı ki, onlar səni baxmışlar, səni böyütmüş kimsələr vardır. Fələv ənnə məlləhnə bin Əbi Şəmrə Əbu Nu'man ibn Munzir thumma asabana minhum misləlləzi asabana minki. Rəcəvnə a'iduhum və atfihim əntə xeyrul mükəlləfin thumma ənşədə. Bundan sonra bu həmin Züheyr ibn Surat adlı kimsə, bildiyimiz ki, həmin gələn bu qafilənin başçılarından sonra həm də özü şair olur. Özü sahabə olur da. Bu Peyğəmbərimizin arası əsir düşən kimsələr olur da, həmçə özlərinin əsirlər olur. Əsirlər olur, orada götürdüyü əsirlər olur. Əsirlər istəyir ki, əsirləri azad etsin. Bu zaman çalışır netməyə. Çünki Peyğəmbərimizin qarşısında xitab edir, şeir deyir və bu şeirlə öz istəklərini çatdırır və Peyğəmbər sallallahu aleyhi və səlləmdən də bilir ki, kəram sahibidir, lütf sahibidir, rəhmət, mərhəmət sahibidir və sonunda istəyir ki, öz əsirlərini azad etsin. Burada bu şeiri onlara deyir. Peyğəmbərimizin qarşısında bu şeiri deyir. Şeir bir 9 beytdən ibarətdir. Baxaq da bunu şeiri çalışıb deyəcək, bir yerdə başa düşəcək. Deyir ki, Umnun aleynə Rasulallah fi kərami fə innəkəl mər'u nərcuhu və nəddəxiru. Umnun alə beydəti qad aqəhə qadaru muməzzəqun şəmluhə fi dərrihə ğiyaru. Əbqət lənə dəhru həttəfən alə həzənin alə qulubihimul qəmmər vəl qəməru. İlləm tüdərikhu nə'məə tənşuruhə
Ya erhamen nasi hilmen hine yahteberu. Başa düşsüz də. Umnun ala nisvetin qad kunta tarda'uha iz fuke temla'uhu min mahdihal dararu. Umnun ala nisvetin qad kunta tarda'uha viz yüzeyyüke yezinuke ma te'ti ve ma tezaru. La tec'alenne kemen şalet na'ametuhu ve istebgi minna fe inne ma'şarun zuharu. İnne leneşkuru nin na'me ve in kufirat ve indena ba'de hâzel yevmu muddekharu diye bir şiir okuyor. Bu şiirde sonunda Peygamberimiz sallallahu aleyhi ve sellem ona istədiklərini verir. Həmən ki kimsəyə istədiklərini və şeirdə belə baxaq da şeirdə mənasını deyir ki, ey Allahın elçisi, bizə səxavətini bəxş et. Çünki sən ümid etdiyimiz və əziz tutduğumuz kimsəsən. O kimsələrə mərhəmət et ki, qədərin gətirdiyi bəlalar onları aciz qoyub. Zamanın çətinliklə birlikdə onlar artıq paramparça olub. Zaman bizə miras olaraq bitməyən bir fəryad və kədər qoydu. O insanların qəlbləri isə kin, kədər, qüssə ilə doldu. Əgər sən bizə öz mərhəmətini uzatmasan, yaydığın o böyük xeyir bizə çatmasa, hallarımız çox pərişan olar. Ey sınaq olunanlar, əgər insanlar sınaq olunduqda, sən onların içərisində ən təmkinli, tələsməyən olanısan. Sonra başlayır, burada təriflər deyir. Sonra deyir ki, başlayır Peyğəmbərimizin xeyirlərini saymağa. Sənə süd vermiş qadınlara xatırla, onlara mərhəmət et. Yəni, sənin götürdüyün əsrlər içərisində bil ki, sənə süd vermiş qadınlar var, onları xatırla, onlara mərhəmət et. O günləri xatırla ki, sənin ağzın onların təmiz sütü ilə dolmuşdu. Sənə süd vermiş qadınlara mərhəmət et. Sənin etdiyin və etmədiyin hər şey sənə yaraşar və səni gözəlləşdirər. Bizi tamamilə məhv olmuş, adı, sanı silinmiş kimsələr kimi etmə. Çünki artıq bilirlər ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm döyüşə başladısa, bu döyüşə qeyri-müsəlmanlar da iştirak edirlər. Deməsi ki, bizi o nəsli kəsilmiş, yəni müşrik olduqlarına və qeyri-müsəlman olduğuna görə nəsli kəsilmiş və yer üzərindən silinmiş kimsələr kimi etmə. Bizdən sağ qalanları özünə dost və yaxın saxla. Çünki biz əsli nəsilli bilinən kimsələrdənik. Yəni Züheyr bilinən nəsillərdən idi. Biz artıq burada deyir ki, yəni şair deyir ki burada, Züheyr, biz bizə edilən yaxşılığın qədrini bilənlərdənik, ona başqaları kimi nankör olanlardan deyilik. Bizim sənə olan bağlılığımız və sevgimiz bu gündən sonra ən qiymətli xəzinəmiz kimi əbədi qalacaqdır. Deyərəkdən bu şeiri Peyğəmbərimizin qarşısında inşa edir. Bundan sonra وَقَدْ وَرَدَتْ هَذِهِ قِصَّةً عَنْ أَبِي صَرْدٍ زُهَيْرِ بْنِ جَرْوَلَ وَكَانَ رَئِيسُ قَوْمِهِ قَالَ. Burada artıq Peyğəmbər ləmmə əsərnə Rasulullah yevm Huneyn fəbeynə huvə yemidu beynər rical və nisə. Yəni başqa bir rivayətdə var, başqa bir ləfzdə var ki, həmən ki o Huneyn döyüşündə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onların qadınlarını əsir götürdükdə, qadınlarla kişiləri ayırt etdikdə, qadınlar bir tərəfə, kişilər bir tərəfə ayırt etdikdə və səbəttu həttə qa'id beyni yedi. Məndir ki, gəlib onun qarşısında dayandım. Bunu kim deyir? Həmən ki, bu Əbi Sard Züheyr ibn Carval adlı kimsə, şair. Və əsma'tuhu şi'ran uzəkkiruhu hinə şəbbə və nəşə fi həvad. Mən onu deyir, hansı ki, onun əsir götürdüyü o Bəni Sa'd ibn Bəkir qəbiləsinin böyüdüyü
o günləri ona xatırlatdım bu şeir içərisində. Yəni burada başda sayır ki, sən deyir, kəram sahibisən, sənin bərəkətin hələ sən uşaqlıqdan da bilinən idi. Ondan sonra biz bilirik ki, sən rəhimlisən, sən insanlara əziyyət verən deyilsən, sənin lütfun, səxabətin genişdir, kəramın genişdir və həmçində sənin rəhmətin bizə çatmasa, biz hansı xeyirlərə çata bilərik, burada onu başa salır və həmçinin deyir ki, sən deyir, sənə süt vermiş o ananı unutma, sən uşaq ikən onun sütü ilə sənin ağzın onun sütü ilə, təmiz sütü ilə dolmuşdu və sonra başa deyir ki, yəni bizlər deyir, bizlər də bizə qarşı olunan yaxşılıqları heç vaxt başqaları kimi nankarlıq etmərik. Sənin bizi etdiyin bu yaxşılıq, bu mərhəmət qiyamət gününə qədər bizim saxladığımız ən qiymətli xəzinələrimizdən birisidir. Deyə bu şeiri ona inşa edir. Bu şeirin başqa bir rəvayətdə var ki, bu şeirdə həmən kim gəl Peyğəmbərimizin qabağında oturur və bu şeiri ona ərz edir. Bu ikinci şeir budur ki, Fəlbisil affə və qad kunta tarda'uhu min ummahatika innal affa müştəharu innə'mul affən minkə təlbəsuhu hədihil bəriyyətu in ta'vu və təntasiru fəğfir qəfərallahu ammə əntə rahibuhu yevməl qiyaməti iz yuhdə ləkəl zafaru deyə burada həmən ki şeir eyni formada, amma ki bu əlavələrlə olur. Burada deyil ki, sənə süd vermiş olanların hörmətinə bizə əff etmək libasını geyindir. Çünki sən bağışlayan və mərhəməti insanlar arasında məşhur olan bir kimsəsən. Biz səndən elə bir bağışlanma, ümid gözləyirik ki, bu sənin rəhmətin bütün insanları bürüyəcək. Yəni, döyüş meydanındadır. O yalvarır. Hətta şəfaət olaraqdan Peyğəmbərimizin süt analarını, süt bacılarını, süt xalalarını onlara şəfaət kimi qarşısına gətirir və ondan imdad diləyir. Çünki sən elə bir insansan ki, həm bağışlanmağa gücü yetən, həm də qalib gəlməyə bacaransan. Sən bizi bağışla ki, Allah da səni qorxduğun hər şeydən qorusun. O qiyamət günü ki, Allah sənə böyük zəfər və qurtuluş bəxş edəcəkdir. Deyərəkdən bunu Peyğəmbərimizin aleyhissalatu vesselam qarşısında həmən ki o kimsə deyir. Fəqalə Rasulullah sallallahu aleyhi və səlləm. Bundan sonra Peyğəmbərimiz onun bu şeirini, yəni bu ricasını, bu ümidini boşa mı çıxardır, yoxsa Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ona əlavə bir hədiyyə verirmi onun qarşılığı olaraq? Nə deyir? Qalə Rasulullah sallallahu aleyhi və səlləm Əmmə mə kənə li və li bəni Abdülmuttalib fəhuvə lillahi və ləkum. Amma nə ki mənim üçün idi və Abdülmuttalib üçün idi, o Allah üçün və sizlər üçündür. Sizlər üçündür. Sizlərə verim. Fəqalətil ansar, bu zaman ansar da deyir ki, və mə kənə lənə fəhuvə lillahi və rasulihi. Bizdən nəsə qalmışdırsa, o qənimətlərdən, o əsirlərdən, onlar hamısı Allah və Rasulü üçündür. Və səyyəti ənəhu aleyhi salatu və səlləm ətləqa ləhum zəriyyə. Başqa bir rəvayətdə var ki, Peyğəmbərimiz sallallahu, yəni bu gələcəkdir rəvayətdən, onları Peyğəmbər sallallahu aleyhi və səlləm azad edir. Və kənə sittəti ələfin mə beynə sabiyyin və mürəətin və ə'tahum ən'amən və ənəsiyyə kəthirə. Onlar deyik, hətta onların deyik, götürülən uşaqlar, qadınlar, uşaqlar olmaqla 6.000-ə yaxın əsirlər idi onlar. Peyğəmbər sallallahu aleyhi və səlləm onları hamısı azad edir, onlara qazandığı yəni mallardan, mülklərdən onlara hədiyyə edir Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Çünki nəyə görə? O başlıca olaraqdan Peyğəmbər sallallahu aleyhi və səlləm döyüş Peyğəmbərə olmayıb. İnsanları qətlə yetirmək həvəsində olmayıb. Həmçində Peyğəmbərimiz hər tərəfli rəhməti, mərhəməti insanlara yansıyan olub da, insanlara çatdıran olub. Və də bu səbəbləri, belə bu rəhmətini bildikdən dolayı elə o Peyğəmbərimizin qarşısında dedilər ki, sənin o rəhmətin, o genişliyin hər insana, hər bir kəsə məlum idi. Aydın, hər bir kəsə məlum idi.
Və bunu umaraqdan Peyğəmbərimizin qarşısına şeiri deyir və Peyğəmbər sallallahu aleyhi və səlləm də onları istədiyini verir. Fəhədə kullə min bərəkətil acili fid dünya. Bu saydıqlarımız, elə saymadıqlarımız, elə biləcəklərimiz elə Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin dünyada insanlar üçün tezləşdirmiş olduğu bərəkəti idi. İnsanlar Peyğəmbərimizin dünyada insanlar üçün tezləşmiş olduğu, yəni vermiş olduğu bərəkətidir. Fəkeyfə bi bərəkətihi alə məttəbə'hu fiddəril əxirə. Burada bir incə bir məqam var. Ona bir nəzər salaq. Fəqət döyüşdür. Qeyri-müsəlmanlar gəl Peyğəmbərin imdad diləyir. Deyir ki, sənin burada süt anan var, süt xalan var, xud bacın var, qohum var da, qohumların var. Peyğəmbərimiz onları rəhmətinə mərhəmət eləyir və onları azad eləyir. Azad etməklə yanaşı onlar əlavə mal, mülk, insanlar, qullar verir də. Onlara deyir ki, sən bu belə olduqda gör Peyğəmbərimizə itaat edən, ona tabi olan kimsələrə qiyamət günü veriləcək mükafatların dərəcəsi necə ola bilər? Aydındır. Allah subhanahu wa ta'ala bizləri Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sünnəsinə tabi olmağa, özümüzü Peyğəmbərimizin həyatına həsr etməyə və oxuduqlarımızda həyatımızda tətbiq etməyə Allah Teala bizləri müvəffəq etsin. Və sallallahu alə nəbiyyinə Muhammed və alə alihi və sahbihi və səlləm.